Bizdə təəssüf ki, bəzən baş məşqçi seçəndə klublarımızın belə bir ciddi problemi var. Əldə olan heyətə, əldə olan heyətin imkanlarına baxmırlar. Məsələn, deyirlər ki, filan kəs yaxşı məşqçidir. Əla, bəlkə də yaxşı məşqçidir. Amma baxın, onun tətbiq elədiyi futbol sisteminə uyğun sizin heyətinizdə futbolçular varmı? Ola bilər ki, məsələn, Neftçidə bugün adi gözlə də baxanda daha çox yaradıcı futbol oynamağa meyilli oyuncular yığılışıb. Yəni, bunların oynaya biləcəyi futbol yaradıcıdır. Bugün Neftçiyə gedib dağıdıcı futbolun lap atasını da gətirsələr, bu futbolçularla onu eləmək çox çətindir. Çünki bu futbolçuların o psixologiyasında hücum eləməkdir. Müdafiə olunmağı bunların beyninə yeritmək çətin olacaq. Yəni, müdafiə futbolu oynayan bir başqa futbolçulardır. O futbolçu keyfiyyəti olaraq, futbolçu bacarıqlı, fərqlidir. Yuri Vernudubun da adı hallanır. Çox çətindir danışmaq. Bilirsən nəyə görə? Mən şəxsən əmin idim, mənim futbol baxışıma görə Qriqorçuk bura gəlib yaxşı komanda qurmalıydı. Çünki biz onun işini Qəbələdə görmüşdük. Amma gəldi Neftçiyə, heç nə eləyə bilmədi. Açığı deməliyik. İndi Yuri Vernudub da yaxşı məşqçilərdəndir. Əvvəlki illərdə də yaxşı işlər görüb. Amma biraz daha dəqiq incələmək lazımdır. Biz kənardan bunu 100% deyə bilmirik. Araşdırmaq lazımdır. Həqiqətən bir problem baş məşqçidə idi. Həqiqətən bir problem... İndi baş məşqçi təbii ki, günahkardır. Mən istəmirəm bütün günahçıları Samir Abbasın üzərindən götürüm, klub rəhbərliyinin üstünə atım. Və istəmirəm klub rəhbərliyini də kənara çəkim. Burada uğursuzluq varsa hamı günahkardır. Baş məşqçidən tutmuş, ona kömək eləyən, onun yanında olan, ona rəhbərlik edən və digər şəxslərin hamısının hansısa bir şəkildə günahı var, hansısa bir şəkildə günah payını daşıyırlar. Amma bunu müəyyənləşdirmək lazımdır ki, kim nə qədər. Təbii ki, uğursuzluq olanda hamı günahı bir-birinin üstünə atır, uğursuzluq yetim olur. Bütün indi günahlar Samir Abbasın boynundadır. Amma biraz dəqiq incələmək lazımdır.